Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib. Pensərçayın Vaqo kəndindən keçən hissəsində qurulan beton bəndlər dağılaraq torpaq qatı ilə birlikdə çaya tökülüb. Bunun nəticəsində kənd daxili yolunun bir hissəsi iki yerə bölünüb. Sakinlər deyir ki, çayın suyu çox olsaydı daha böyük fəlakətə yol açardı. Maşında keçirdi, yaxşıdır, böyle başqa hadisə olmuyor. Sevda olsaydı ki, bu kənd olmazdı, evdə hamısı gedərdi. Bu sağ olub 8-in yarısında. 8-ə qalmış bu hadisə olub. Uşaqlar məktəb gedən vaxtı. Keçən il sel gəldi möhkəm. İşte o vaxtda əgər bu yıxılsaydı, bu kəndi hamısı aparardı. Dərhal əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması üçün texnika vasitəsilə çayın məcrası dəyişdirilir. Astara Su Meliorasiya Sistemləri İdarəsinin nümayəndəsi bildirdi ki, hazırda ərazidə problemin aradan qaldırılması o qədər də asan deyil. Buna görə də Layihə İnstitutunun və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri əraziyə təhkim olunacaqlar və buranın layihələndirmə işləri həyata keçiriləcək. Sürüşmə səhər saatlarında 7:20 radalarında baş vermişdir. Gördüyünüz kimi çayda su sərfiyyatı da o qədər də güclü deyil, sel təhlükəsi də yoxdur. Amma torpaq eroziyaya uğramış və nəticədə 72-ci illərdə tikilmiş buz bəndlərinin 17 ədədi gördüyünüz kimi çaya aşmışdır. Digər 5 bəndə də ciddi ziyan dəymişdir. Bununla bağlı məsələyə aydınlıq gətirməkdən ötürü Astara Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin mütəxəssisləri əraziyə dərhal təhkim olunmuş. Gördüyünüz kimi idarənin ekskavatoru ilə çay məcrasının yönü dəyişdirilir ki, həmin əraziyə daxil olub buz bəndlərinin ətrafını təmizləyək və görülən tədbirlər nəticəsində həmin ərazidə qarşısını alaq. Hazırda ərazidə təhlükəsizlik tədbirləri olaraq lentlənmə işləri aparılır. Əraziyə ciddi nəzarət olunur ki, nəqliyyat vasitələri dağılan yoldan keçəndə təhlükə ilə üzləşməsin. İlkin Rızayev, Rövşən Almazoğlu, APA TV, Astara.